Süd yolunda 100 milyardlarla planet var və biz onlardan sadəcə birindəyik. Bu galaktika 100-400 milyard ulduzdan, egzoplanetdən, duman kimi görünən ulduz topalarından və hələ kəşf olunmayan milyonlarla sirdən ibarətdir. Onun diametri 120 min işıq ilinə qədər uzanır. Günəş sistemi isə onun mərkəzindən 27 min işıq ili aralıdadır. Süd yolu tozla doldu. Bu toz o qədər sıxdı ki, alimlər minlərlə ulduz topasından yalnız bir neçə minini kataloqlaşdıra biliblər. Süd yolunun başqa bir hissəsi isə galaktikalar daxilində ulduzların hərəkətinə təsir göstərən qaranlıq maddədən ibarətdir. Qaranlıq maddə kainatdakı bütün maddələrin təxminən 27%-ni təşkil edir. Süd yolu kosmik miqyasda nazik bir diskdir. Yerdən onun mərkəzinə baxdıqda galaktikanın əksər ulduzlarının ümumi parıltısını görürük. 1610-cu ildə Galileo Galilei teleskop vasitəsilə tarixdə ilk dəfə olaraq süd yolunun parıltısının ayrı-ayrı ulduzlardan əmələ gəldiyini kəşf etdi. Alimlər 20-ci əsrə qədər elə bilirdilər ki, bütün ulduzlar yalnız bu galaktikadadır. Ta ki 1923-cü ildə Edwin Hubble Andromedanın ayrı bir galaktika olduğunu sübut edənə qədər. Süd yolu 3 əsas hissədən ibarətdir: nüvə, disk və halo. Bir fərziyyəyə görə təxminən 5 milyard ildən sonra süd yolu ilə Andromeda toqquşacaq və birləşməyə başlayacaq.